da çox maraqlıdır. Bağırsaq da qıcıqlanır. Qıcıqlanmış bağırsaq sindromu və yaxud şeydində huzursuz bağırsaq deyirlər. Nevroz da deyirlər, əsəbi bağırsaq nevrozu. Yəni bir çox sinonimləri var. Əvvəllər biz bundan spastik kolon, spazmı var deyirlər, bağırsaq spazmı deyirdik. Hal-hazırda narahat bağırsaq sindromu demək əslində daha uyğundur. Yəni adından da bilinir ki, narahat bağırsaq olsun, qıcıqlanmış bağırsaq olsun, adından da bəlli olur ki, burada nəsə baş verir. Bəli. Yəni ümumiyyətlə nədir bu? Yeri narahatdır, belə deyim. Eynən, yəni biz nə qədər narahatıqsa, beynimiz nə qədər narahatdırsa, özümüz nə qədər narahat var deyirik, narahat adamdır. Bəli, bəli. Filankəs çox narahat adamdır, çox məsuliyyətli adamdır, çox disiplinli adamdır. Həmin adamların xəstəliyidir doğrudan. Kim elə təbiətcə belədirsə, onun bağırsağında da bu problemlər yaranır. Bəli, bu problemlər yaranır. Ona görə də daha çox qadınlarda rast gəlinir və ona görə daha çox gənc qadınlarda rast gəlinir. Əlbəttə ki, bu müqayisədir. Biz demirik bu kişilərdə olmur, ya yaşlı adamlarda olmur, amma ən çox statistika göstərir ki, gənc qadınlarda həddindən artıq çox məsuliyyətli şəxslərdə, yəni bunlara hər şeyin ən yaxşısı mükəmməliyyətçi deyirlər. Obsessiv pozuntudan əziyyət çəkən insanlarda da olur. Mükəmməliyyətçilik deyirik də, hər şeyi mükəmməl görmək istəyir, heç bir qüsuru qəbul eləmir. Bu adamlarda rast gəlinən bir pozğunluqdur. Doktor, bağırsaqla bunun necə bir əlaqəsi var? Yəni bağırsaq bu qədərmi beyinlə əlaqəlidir? Bəli, hal-hazırda beyin-bağırsaq əlaqələri dünyada bütün tibb sahəsində ən öndə araşdırılan və hal-hazırda ən aktual olan mövzulardandır. Beyin-bağırsaq əlaqəsi, yəni enterik sinir sistemi ilə, yəni bağırsağın sinir sistemi ilə mərkəzi sinir sistemi arasında olan əlaqə araşdırılır. Bu əlaqəni nələr poza bilər? Yəni doğrudanmı beyin mi bağırsağı idarə edir, yoxsa bağırsaq mı beyni idarə edir? Hətta bu məsələ müzakirə olunur. Bəli, eynən. Hal-hazırda, yəni bütün bizim də getdiyimiz bütün elmi konfranslarda mütləq surətdə bütün funksional, yəni istəyir bu olsun şişkinlik, istəyir bu olsun dispepsik şikayətlər olsun, istəyir funksional qəbizlik, funksional ishal fərqi yoxdur. Yəni əgər bir şeyin altında orqanik üzvi bir dəyişiklik yoxdursa, yəni bunun səbəbi hər hansı bir patoloji bir durum deyilsə, açıqlana bilmirsə, bu beyin-bağırsaq əlaqəsinin pozulması nəticəsində meydana çıxan xəstəliklər qrupudur və dünyada bunların xüsusi təsnifatı var, Roma 4 təsnifatı və bu təsnifata əsasən qıcıqlanmış bağırsaq sindromu və yaxud da narahat bağırsaq sindromu da bu funksional mədə-bağırsaq sistemi xəstəlikləri, yəni beyin-bağırsaq əlaqəsinin pozulması nəticəsində meydana çıxan xəstəliklərin sadəcə bir qrupudur. Necə maraqlıdır? Yəni burada bir çox xəstəliklər var. Yəni bu əlaqələrin pozulması nəticəsində şişkinlik, qarnımda şişkinlik var, diskomfort var, qazlar var, xəstə gəlir, özü tərifləyir. Qaz var, buradan bura gedir, sağdan sola gedir, sonra onun getməyi hiss edirəm. Yəni ona elə gəlir var? Bəli, əslində araşdırmalar göstərib ki, şişkinliyim, qazım var deyən xəstə ilə özümü yaxşı hiss edirəm deyən xəstələrin bir MRT müayinəsi aparılıb və bağırsaqların içərisindəki qazın miqdarı ölçülüb və eyni gəlib. Yəni miqdar olaraq qaz eynidir, amma ona elə gəlir ki, çoxdur. Bəli, visceral hipersensitivitə deyirik. Yəni orqanların hissiyatı artıb, hiss eləməyi artıb. Mən adətən xəstələrə başa salıram ki, məsələn, mən eyni iynəni sənə batırsam deyirsən, hə, nəsə bir iynə batmaq kimi hiss elədim. Başqa birinə batıranda deyir, o elə bildim ki, kəsdi əlimi. Mən o ikincidənəm. Bəli. Bunlar visceral hipersensitivitə dediyimiz, yəni orqanların hissiyatı artıb. Bunlar o qazı anormal, normalı anormal dərəcədə çox hiss edirlər. Çox hiss edirlər, bəli.